Salam, növbəti 14-cü situasiyamızdan davam eləyək. Kimyəçi tərkibində 161 qram natrium sülfat kristal hidratı olan 230 qram natrium sülfatın kristal hidratını 230 qram suda həll edir və hazırlanmış doymamış məhlulu elektroliz edir. Və elektroliz zamanı katodda minimum 2 mol qaz alınanda doymuş məhlul alınır. Natrium sülfatın suda məhlulunu elektroliz elədik və bu zaman katodda hidrogen, anodda oksigen alınır. Yəni natrium sülfat ilə olduğu kimi qalır. Deməli burada ancaq suyun elektrolizi gedir və katodda 2 mol deyəsən. Katodda 2 mol qaz alınanda 2 mol da su elektroliz eləmiş olur. Yəni ümumi sudan 36 qramı çıxır. İndi bizim 161 qram məhlulumuz var idi. Bunda üzərinə 230 qram, yəni kristal hidrat var idi. Üzərinə də 230 qram su əlavə elədik və bu zaman 36 qram su elektroliz eləyərək məhlulu tərk eləmiş oldu. Görək ümumi məhlulumuz nə qədər qaldı? 161 üzərinə də 230 gəldim, 36-nı da çıxdım. Ümumi məhlulum 355 qram qalmış oldu və deyir doymuş məhlul alınır. Bizə də natrium sülfatın həll olma əmsalını 250 qram bölünsün litr olduğunu göstərir. Yəni 1250 qram məhlulda 250 qram həll olan maddə var. Bəs bizim 355 qram məhlulumuzda nə qədər həll olan maddəmiz var? Bunu hesablayaq. 1, 5, 355'i bölürük 5'ə. Bu deyir 71 qram duz. Deməli, elə həmin duz olduğu kimi qaldığına görə 161'in də içərisində 71 qram natrium sülfatdır. Yerdə qalan 90 qram da sudan ibarətdir. İndi kristal hidratın tərkibindəki eni müəyyənləşdirmək üçün 1 mol natrium sülfata görə hesablamalıyıq. 1 mol natrium sülfatın emeri eləyir 142 qram. 142 qram duz olsa, burada suyun mol miqdarı n qədərdir. 71'də isə 90 qram su, yəni 5 moldur. Buradan da n-i tapırıq 10 mol su. Yəni natrium sülfatın kristal hidratımızın formulu olur. Natrium 2SO4 vurulsun 10 molekula su. Sadəcə olaraq bundan 1 mol yox, 0,5 mol götürülüb ilkin olaraq. Sonra nə deyir bizə? Kimyaçı elektroliz prosesini davam etdirir. Katodda daha A mol, anodda B litr normal şəraitdə qaz alınanda elektroliz prosesi dayandırılır. Bu zaman qabın dibinə çökən duzu süzərək məhluldan ayırıb və qurudaraq kütləsinin 40,5 qram olduğunu görür. Yəni bizimki 71 qram duzumuz var idi. Bu 71 qram duzdan məhlulda 40,5 qramı çöküb. Deməli məhlulda nə qədər qalıb onda? 71-dən çıxıram 40,5. Deməli 30,5 qram qalıb. Bu da çöküb. İndi çökən duz nəyə görə çökür? Doymuş məhlulu idi. Su elektroliz elədikcə artıq başlayacaq duz çökməyə. Onda biz KH-a əsasən tapaq ki, nə qədər su elektroliz eləyib, yəni çökən duzu nə qədər su həll eləyirdi ki, o su elektroliz etdikcə bu duz çökməyə başladı. Bax, məsəl üçün 71 qramı 355 qram suyda 355'dən 71'in çıxanda 284 qram su həll eləyirdi. 284 qram həll eləyirdi və bizdə indi bir saniyə baxaq 30,5 qalıb, yəni 40,5 çökənə nə qədər su elektroliz eləyib. İndi bunu tapaq. 40,5'i vururam 284'ə bölürəm 71'ə. Bu da eləyir 162 qram su, hansı ki elektroliz edib. Bu elektroliz etdikcə həmin bu duz da başlayıb onun miqdarında duz başlayıb çökməyə. İndi görə bizdə nəyə soruşur? Kristal hidratın formulunu və duzun doymuş məhlulda kütlə payını hesablayın. Kristal hidratımızın formulu natrium sülfat vurulsun 10 molekula sudur. Doymuş məhlulda duzun kütlə payını tapsaq 71 qram duz var idi. Ümumi də 355 qram məhlul idi. 71'i bölürəm 355'ə vururam 100'ə. Bu da eləyir 20%li məhlul.
Növbəti görə yuxarıda nə soruşur? 29-da deyir cavab vərəqində T1, T2 zamanlarında məhvuldakı duzun kütləsinin zamandan asılı qrafikini qurun. Bax, duzun kütləsi, bu da zamandan asılı qrafiki. Tutaq ki T1, bu da T2. Əvvəlcə natrium sülfat nə qədər idi? 71 idi. Və T1 anında bu ilə 71 olaraq qaldı. Çünki heç bir dəyişiklik baş vermədi. Məhlul, yəni omegası artdı, amma duzun kütləsi dəyişmədi. Doymuşluq yarandı. T1-ə qədər bu formada saxlayırıq. 71. Daha sonra bu biraz yuxarıdan başlayaq. Çünki aşağı düşəcəkdə duzun kütləsi azalacaq. 71-i buradan yazaq və bu nöqtədən 71. Və bu nöqtədən sonra duz başladı azalmağa T2 vaxtında. Və nə qədər qaldı? 40,5 çöktü, 30,5 qaldı. Deməli T2 müddətində də məsələn belə yazaq. Burada bir qoyaq 30,5. Bu da oldu duzun T1, T2 müddətində qrafiki. A-nı və B-ni müəyyənləşdirin. A, B nə idi bizdə? İkinci mərhələdə, yəni 162 qram su elektroliz edən zaman ayrılan katodda və anodda ayrılan qazlar. 162-ni 1-ci bölək 18-ə görək neçə mol su elektroliz eləyib. Buradan tapırıq ki 9 mol su elektroliz eləyib. Təbii ki 9 mol su elektroliz eləyəndə buradan 9 mol hidrogen, 4,5 mol da anodda oksigen alınır. İndi bizə deyir ki katodda A mol, yəni A bərabərdir 9 və anodda isə B litr normal şəraitdə. Onda 4,5-i də 22,4-ə vururam. Bu da eləyir 100,8 litr normal şəraitdə. Bu da A-nın, B-nin qiymətləri. Keçdik növbəti 15-ci situasiyamıza. 200 qram mis məftil oksigen mühitində qızdırılır. Mis məftil oksigen mühitində qızdırılanda çevriləcək kuprum O-ya. Və bu zaman mis məftilin üzəri qarı rəngli X maddəsi ilə örtülür. Bu birinci reaksiyamızdır. Qaralmış məftilin kütləsini tərəzidə çəkdikdə götürülmüş məftilin kütləsinin 8% artdığı müşahidə olunur. Artım bu oksigenə görədir də. Deməli 200 qram idi. İndi görək nə qədər artım edib. 200 əgər 100% isə bunun 8% qədər də artım var. Artım bərabərdir 16 qrama. Əgər 16 qram artım varsa, deməli 1 mol mis oksidləşməyə məruz qalıb və 1 mol da mis oksid alınıb proses nəticəsində. Qaralmış məftil izomer bir saniyə X ikinci reaksiya və Y spirtlərindən ibarət, izomer X və Y spirtlərindən ibarət 30 qram qarışığa salınır. Qaralmış məftil, yəni kuprum oksid. 1 mol kuprum oksidimiz var. X və Y zaten izomer spirtlərdirsə, bunlar kuprum O ilə reaksiya daxil olanda birli spirt olan aldehidə ikili spirt ketona çevriləcək. Görək nəyə soruşur bizdən. Deyir ki 30 qram spirtlərdən ibarət 30 qram qarışığa salınır və spirtlər tam sərf olunana qədər reaksiya aparılır. Bu zaman məftilin kütləsi 8 qram azalır. Dildəki azalma bu oksigenin X-in və yaxud da ki Y-in tərkibinə keçməsinə görədir. Deməli ki, əgər ümumi 1 mol kuprum O sərf olunsaydı, burada 16 qram məftildən keçərdi X-in Y-in tərkibinə, amma 8 qramdır. Deməli ümumi 0,5 moldur. Onda bizim spirtlərimiz də 0,5 moldur. Çünki reaksiyalar birin-birə nisbətindədir. 0,5 molunun kütləsi 30 qramdırsa, ümumi 1 molunun kütləsi 60 qramdır. Deməli izomer spirtlərimiz əgər ümumi 1 moldursa və emeri də 60-dırsa, deməli bu spirt C3H7OH, yəni propil spirtidir. Və bizdən nəyə soruşur? İkinci, üçüncü reaksiya nəticəsində alınan üzvü maddələrdən ibarət M qram qarışıq artıq miqdarda gümüş piroksidin amoniakda məhlulundan keçiriləndə qabın divarlarına 0,4 mol gümüş çökmüşdür. Deməli bu aldehiddən
gümüşün alınmasıdır. Əgər C3H7OH biri birli spirt, bir də ikili spirt olub da. Əgər birli spirtdirsə, buradan bax belə aldehid alınacaq. Əgər ikili spirtdirsə, buradan da keton alınacaq və aldehidin gümüş piroksidlə COH argentium 2 ilə reaksiyasından buradan 2 mol gümüş çökür, bir də ki aldehid çevrilir COOH-a, yəni karbon turşusuna. İndi 1 molundan 2 mol gümüş çökür də. Əgər 0,4 mol gümüş çökübsə, deməli ki aldehid 0,2 mol imiş. Və cəmi də 0,5-də axı, onda bunun 0,2-si aldehiddir, 0,3-ü də keton alınan, yəni izopropil spirtinin payına düşür. Buradan təyin elədik ümumi olaraq. İndi birinci reaksiyadan yəqin sonra yazıb da, birdən sonra alınan qara rəngli maddənin kütləsini qramla müəyyən edin. Birinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Birinci reaksiyamız nə idi bizim? Qara rəngli X maddəsindən örtülməsi ilə yuxarıda yazdığımız reaksiyadır. Yəni kuprum üstəgəl oksigen alındı, kuprum oksid. Bu birinci reaksiya. Yazdıq, əmsallaşdırdıq və qara rəngli maddənin, yəni kuprumonun kütləsini istəyir. Bu da 16 qram artıma nəzərən biz tapdıq ki 1 mol, yəni 1 vurulsun 80, bu da eləyir elə 80 qram deməli o qara rəngli oksid. İkinci, üçüncü reaksiya tənliklərini yazın, əmsallaşdırın. Görək ikinci, üçüncü hansıdır? X və Y spirtlərindən ibarət qarışıq kuprumo ilə reaksiyası. Deməli, ikinci də X-in üzərinə, X-i artıq tapdıq da biz propil. Belə yazaq. CH2OH, H2, H3 şəklində yazaq. Üzərinə gəldik kuprum oksid. Buradan alındı CH3, CH2, COH, kuprum və su. Üçüncü reaksiya isə eyni maddə CHOH artıq ikili spirtdir və CH3. Üzərinə kuprumo gələndə buradan da aseton alınır keton olaraq və kuprum və su da öz yerində. Reaksiyaları yazdıq, əmsallaşdırdıq və deyir X ilə Y-i beynəlxalq nomenklatur ilə adlandırın. X, Y bizdə spirtlərdir də, düzdürmü? İzomer spirt qarışığı. Deməli bu X, bu da Y maddəmiz olsa, onda qarşılarından deyil adlarını yazım. X maddəmiz olur propanol 1, Y maddəmiz isə olur propanol 2. Daha sonra bunları da adlandırdıq. 30-cu da deyir, 4-cü reaksiya zamanı. 4-cü reaksiya bizdə nədir? Gümüşün çökmə reaksiyası. Əslində yuxarıda yazmışdıq, aşağıdan da yazaq. CH3, CH2, COH üzərinə gümüş piroksidin amoniakda məhlulunu əlavə edirik. Və buradan 2 mol gümüş çökür və CH3, CH2, COOH, yəni karbon turşusu, propion turşusu əmələ gəlir. Və deyir ki, 4-cü reaksiya zamanı alınan üzvü maddənin kütləsini müəyyənləşdirin. Əgər 0,4 mol gümüş çökübsə, deməli 0,2 mol aldehid var imiş və 0,2 mol da üzvü turşu, üzvü maddə əmələ gəlir. 4-cü reaksiya zamanı alınan üzvü maddənin kütləsini 0,2 mol propion turşusudur. Propion turşusunu hesablasaq, deməli C3H6O2 şəklində baxaq da biz buna. 36, o da 6, 42, 42-nin də üzərinə 32 gəndə 74. 74-ü də 0,2-yə vursaq, bu da eləyəcək 14,8 qram. Bu belə. Birinin cavabı bu oldu. 14,8 qram. Və reaksiya daxil olmayan üzvü maddə. Reaksiya daxil olmayan isə CH3, CHOH və CH3. Yəni daha doğrusu bundan alınan maddədə belə deyək. Elə birbaşa maddəni yazaq. Yəni keton. Bu da ketonumuzdur. Hansı ki reaksiyaya daxil olmayıb.
Keçdik 16-cı sualımızda. Deməli, litium nitrat, kalium nitrat qarışığıdır. 200 ml x molar qatılıqlı natrium hidroksid məhlulundan keçirilib və qaz qarışığı ayrılıb. İndi baxaq, kalium nitrat parçalanır, kalium nitrit və oksigen 2,2. Litium nitrat parçalanır, litium 2O, NO2 və oksigen 4 mol, 2 mol, burada 4 mol. Əmsallaşma bu şəkildədir. Tam parçalanır, yəni hər iki duz tamamilə parçalanacaq. Qaz qarışığı natrium hidroksid məhlulundan keçirilir. Bu qaz qarışığının içərisində bir dənə natrium hidroksidlə reaksiya daxil olan NO2-dir. Ona görə NO2 üstəgəl natrium OH, buradan alınacaq natrium nitrat, natrium nitrit və su. Bir saniyə. Və su. Deməli 2, yox 2, burada 2, burada da 2. Все. Bu da belə. İndi 3 dənə reaksiyalarımızı yazdıq. Bu birinci prosesimizdir. Bu da yəqin ki ikinci proses olacaq. İkinci proses. Və ikinci prosesdə deyir, məhlulun kütləsi 46 qram artır. Bu reaksiya daxilinin NO2-yə görədir. 46 qram NO2 1 mol NO2 deməkdir. Əgər 1 mol NO2 reaksiya daxil olubsa, deməli 1 molda natrium OH var imiş. Natrium OH-ın mol sayını buradan tapa bilərik. Nü bərabərdir C V düsturuna əsasən. Onda 1 bərabərdir C, yəni x, 0 olsun 0,2, x də bərabər olur 5-ə. Və burada da bizdən x-i soruşur. Məsələn 30-cu sualda x bərabərdir 5. Və deyir, ikinci proses zamanı reaksiya tənliyini yazın, əmsallaşdırın. Elə bu hissə 30-cu sualın cavabıdır. Bunu birbaşa olaraq yazırıq. Daha sonra nələri soruşur bizdən? Deməli, deyir, natrium hidroksid məhlulundan keçiriləndə, hansı ki 1 mol NO2 reaksiya daxil olur, bu zaman ümumi qaz qarışığının 7də 1 hissəsi reduksiya olunur. 1 mol NO2-dən biri müsbət 5-ə gəlir, biri də müsbət 3-ə gəlir. Təbii ki 5-ə gedən oksidləşir, amma 3-ə gedən reduksiya olunur. Yəni ikisindən 2 moldan 1 mol reduksiya olunursa, birindən də 0,5 mol reduksiya olunur. Və 0,5 mol 7də 1 hissədir. 7-dən 1. Ona görə də 0,5-i elə birbaşa 7-yə vuranda qaz qarışığının, qaz qarışığı 3,5 mol olduğunu müəyyənləşdiririk. Ümumi əvvəldə, yəni bu reaksiyalardan alınan 3,5 mol bizim qaz qarışığımız varmış. İndi nə qədər NO2-dir, nə qədər oksigendir bilmirik, amma 3,5 moldur. Və bunun 1 molu NO2 ilə natrium hidroksidlə reaksiya daxil olub. Amma hələ də məhlulda qalmış ola bilər. Və deyir ki, proseslərin sonunda qalan qaz qarışığı, deməli hələ NO2-dən artıq qalıb. Orta molekyul kütləsi 37,6-dır. Qaz qarışığında NO2 var, 46 olan, oksigen var 32 və bu da 37,6-dır. İxtisar aparsaq 5,6 və 8,4 alırıq. Buradan yazın. 5,6, 8,4, bu da 1-in 1,5 olan nisbətidir. Deməli, 1 mol hələ NO2 qalıb, 1,5 mol da oksigen qalıb. Və həqiqətən 3,5 idi axı. Bunun 1 mol NO2-si reaksiya daxil oldu, 2,5-i qalmışdı. Bunda içərisində 1 mol NO2 artıq qalır, 1,5 də oksigen reaksiya girmədiyinə görə qalıb. Deməli, biz 3,5-in tərkibini qaz qarışığını müəyyən elədik ki, 2 molu NO2 imiş, 1,5-i də oksigen imiş. İndi əgər 2 mol NO2-dirsə ümumi, onda belə çıxır ki, bunun 4də 1-i qədər 0,5 molda oksigen qazı alınıb həmin reaksiya üzrə. Oksigen də cəmi 1,5-də, onda 1 molda yuxarıdakı reaksiyadan alınıb. Deməli, bu zaman 1 mol, 2 mol kalium nitrit alınıb, 2 mol kalium nitrat parçalanıb
Əgər 2 mol NO2 alınıbsa, 1 mol litium oksid alınıb, 2 mol da litium nitrat parçalanıb. Bütün əmsallar artıq üzərində qırmızı ilə yazmış olduq. İndi 28-də deyir ki, birinci prosesin sonunda birinci qabda qalan bərk qalıqda, birinci qabda hansı bərk qalıqlarımız var? 2 mol kalium nitritimiz var, 1 mol litium oksidimiz var, başqa da yoxdur çünki tam parçalanıblar. İndi görə bu bərk qalığın içərisində bu elədi 30 qram, bu da elədi deməli 85-i vurulur 2-yə 170 qram. Ümumi deməli 200 qram bizim bərk qalığımız var və bunun içərisində 30 qram da litium oksid var. Deyir, bərk qalıqda metal oksidinin kütlə payını, onda omega litium oksid üçün bərabərdir. 30-u bölürəm 200-ə, vururam 100-ə. Bu da eləyir 15%. Bu belə. Və A-nı müəyyənləşdir. A nə idi bizdə? Deməli, A görək nədir? Birinci proses zamanı alınan A litr qaz qarışığı 3,5 mol dedik qaz qarışığıdır. Bizdən litrlə istəyir. Onda 3,5-i vururam 22,4-ə. Bunu da vuraq. Bu da eləsin 78,4 litr normal şəraitdir. Bunu da müəyyənləşdirdik. 29-da deyir ki, cavab vərəqində birinci, ikinci proseslər zamanı alınan qaz qarışığının mol miqdarının zamandan asılılıq qrafikini qurun. Zamandan asılılıq grafikimizi burada quraq. Deməli, nədir? Birinci, ikinci proses zamanı alınan qaz qarışığının. Əvvəlcə 3,5 mol qaz qarışığı alındı. Birinci proses zamanı. Buradan yazaq birinci proses. Və burada alındı 3,5. Daha sonra isə bunun deməli 1 molu natrium hidroksidlə reaksiya daxil oldu və 2,5 molu bu da ikinci proses və 2,5 molu artıq qaldı. Yəni belə də yaza bilərsiniz. Məsələn, alındı və müəyyən qədər də sərf olundu. Belə bu formada da çəkmək olar. Mən birinci, ikincinin kəsişmə nöqtələrini onda düzgün çəkmiş olmadım. Aha, bu birinci, bu da ikinci proses. Bu da belə mol miqdarının zamandan asıllıq qrafiki olaraq